Herkese selam, kanalıma hoş gelmişsiniz. Başta saçma olmaz. Bugün sizlerle birlikte ders çalışma vlog çekeceğim. Bugün 6. günü ve isterim ki bugün ders çalışın. Yazmaklarımı, tapşırıklarımı, okumaklarımı vesaire hamısı bugüne isterim ki evim ki pazar günü sadece okumaklarım falan olsun. Bu deniz niye kısa kol giymişim. Çünkü nasıl ev isti geldi bana hava soğuk olmasına bakmayarak ev isti olaraktan kısa kol giyindim. Burada deniz ürün yapma belirtisinde şişim. İnanmayacaksınız ama şu an saat 08:13 saat belə. Mən əslində 7 tamamda durmuşum. Çünkü dünənləri məktəbdən yox hazırlıqdan gələn kimi başım qırıb yatmışım. Heç nə gecə saat nə 3-də, nə 2-də, nə 1-də, nə də 12 tamam 9-da heç durmamışam. Bir 15-14 saat üst üste yatmışam. Onu fark etmişim. 12-14 saat böyle yatmışam. 10 gün yani gözüm falan böyle şişirdi. Hiç yani öyle değilim. 10 saat, 14 saat yatmağa. 10 gün yani üzüm falan böyle şişir. Neyse. İndi. Bugünlerde ona şok olmuşam. İlk defa saat 7'de durmuşam. 6 pazar özümü durmuşam. Bu deniksiz falan böyle mektebe süründe dururum. Neyse. Dedim ki bugünlər məktəb dərslərimi yiyəcəyim. Neyse sonra belə burada evdə hamı işte atam işte qardaşım mesela hazırlığa gidəcək. Bir də əmim bizdədir. Yəni opşim bugün ev doludur. Hamı evdə yoxdur. Ne qardaşımla əmim də hazırdır evdə. Daha sonra evdə tək olacağım. Bəli. Doyunca dərs çalışacağım. Niye bu kararı aldım? Çünkü son zamanlar fark edirəm ki itiraf ediyorum. Sorguluyoruz ama yargılamıyoruz. Part 1. İtiraf edeyim, hepsi mektubu genelde diyelim derslerimi kalsın. Akşam yazacağım. Telefonu aldım elime TikTok'tan, Instagram'dan, Snapchat'tan, WhatsApp'a her yere girerim. Derslerim kalır sona. Yazmaklarını yazıram bəziləri. Qalanları oxumağa axotum olmadı məktəbdə öyrəndim. Oralara başım heç giyinmir. Ona görə qərarlaşdığımız həftənin hər 6. günü, 6 bazar fərq eləmir. Ders çalışacağım. Ve bunu düşündüm ki her hafta 6 pazar ders çalıştıkça ders çalışma videolar, ders çalışma vlog, part 1, part 2 falan belirtirim. Part 20-30'a kadar uzayacağını düşünüyorum. Neyse belirtirim. Burada kısa bir özet geçeyim. Gələn haftanın 6 pazarı xalam kızımın ad günü deyəcəyim toydu. Orada da bir vlog çəkərəm. Yani hazırlanma süreçlerimizi falan. Düzümən heç nə eləməyəcəm. Makyaj falan heç nə eləməyəcəm. Aram yoxdur çünki. Anam dedim gözümü de çəngir düşündüm. Bir tuş çəkərəm. Ondan yaxşıyım. Ama zaten özümün heç makyajımın axotum yoxdur. Çünki mən üzümə makyaj getmir. Makyaj mənim üzümdə qalmır. Belə, üzümüz elə uşaq üzü olduğu üçün makyaj üzümüzdə qalmır. Belə, neyse. Paltarım da zaten alışveriş vlogum. Düz alışveriş bundan öncekiydi. Orada göstermiştim. Geçen bir kombin eləyəcəm ondan. Belə. Çəkəcəm herhalde. Çok da spoilerlerinizi fragman kesmek istedim. Kısaca bir özet ki. Gələn haftanın 6 pazar xalan qızının adı günüdür. Bir an gəlsə çox həyecanlıyım. Çünki dəhşət çox həyecanlıyım. Çox güzel şovlar olacaq. Çıxışlar. Nə bilim xına da hətta ora qatdılar. Onun için ayrı bir heyecanlıyım. Ona göre. Neyse belə çok uzattım. Kısa bir özet dedim. Uzattım bütün toy. Hamısı baştan yap, hamısı dedim. Neyse belə. Burada toya mənim yaxın dostlarım gələcək. 4 dənəsi. 4 dənəsi, 3 dənəsi mənlə 4 olub. Pardon. Onların adlarını deyim. Nazlı, Hüseyin, Sırat. İkisi oğlan, biri qızdı. Onlar da gelme ihtimali %100'dü. Çünkü kalan kızı onları dəvətnamə atmıştım. Ama bilmem Hüseyin'e Suraz gələr diye düşünürəm. Bence gələr. Fotoğrafı yazmıştık gələr. Nazlı'nın gelmesi de netdir diye düşünürəm. O olmasa cüvarda ne yiyeceğim? Bir de Bəsrə qalır. O xalam qız qalacaq. Toy olmayan yox. Toyun bacısı qalacaq. Neyse belə. Çox danışdım deyəsən. Çərənlədim. Əlaqəsi məlumatlar verdim. Ama neyse. Belə, gəlin onda dərs çalışma vlogumuza başlayaq. Bəli dostlar, yenə mən videomu açdım.
ki, düşünün bir 5 həftədə olan, 5 gün, həftənin 5 günü olan bütün dərsləri yazım ki, son günə qalanda oxuyum sadəcə. Onu qərarlaşdırdım. Kalibsi. İndi ilk öncə nəyinə başlayaq? Bütün kitablarım, yazmalıqlarım var. İngiliscə mən heç nə verməyim, onu bilirəm. Dərslikdən sonra heç nə verməyib. Riyaziyyat vermişdi. Kitabını da götürməkdir. 8-ci sınıf. Üzülmüş. Neyse, mənimlə götürər. Gözümə tökər. Deyər, nə işin var başqa sənin? Hələ qayda köçürməliyim. Ona qədər benim 6 sənə tapşırıq yazarız. Bugün bu tapşırığı özüm yazacağım. Qərar aldım. O qərarı da niyə aldım? Özüm heç bilmirəm. Aldım da yəni. Burada səsim az çıxa bilər. Çünki evdə dediyim gibi əmim yatıb. Deyəsən bayaq deməmişdim. Neyse. Əmim yatıb özdəki, yəni nəsə səhərlərimi yüksək tonla danışa bilmirəm. Danışa bilmirəm. Özümə asılı deyil. Səhər yəni kim səsi tonla danışar səhər saat. Sinirim pozuldu. Neyse. Ben son dəfə qaydanı götürməmişdim. Müəllimə az qalsın yoxluyurdu. Mən getmişdim o vaxtı. Çox danışıram ama en azından en yaxşısı gelin bütün kitablarımı böyle bura çıxarım, sərim belə meydana. Daha sonra tapşırıqlarını denəyə başlayaq. Dostlar, birazdan bu qədər şeyi böyle yazıb bitirəcəyim. Gülümsəyim də yəni, görürsünüz. Kameram sefer çevirdim fonu. Yorub belə qoydum. Neyse, sorgulamıyorum. Belə. Saçım yine buradan çıxır. Derecede. Ses yani ben bir dersini bitireyim. Evet. Oxumaqlarım daha doğrusu bir dənə deyil. Qalanları yazmaqdır çox şükür. Hələ bir iki dənəsini yerim bilmirəm. Ama birazdan soruşacağız yoldaşlarımla. Atam saat 8'de durup gelip göz alıp 8'de de yok 6'da durup gelip göz alıp içeri alınmış gözlük ondan alıp belə tabii indi yemeyedim. Çünkü bu çok xəmirli əsərlərim adam qarnı ama açtım bu arada. Cidden yemedim. Çünkü səhərləri xəmir heç nə yeməmişim. Şu an cidden aç qarnına dərs oxuyuram ilk dəfə. Orada mən sınava getmişəm. Sınava getmişəm və 574 balım 7-ci yerə çıxmışam. Aferin mənə. Mənim bir dənə dostum var. O da gedib o 580 neçə 6 yerə tutub. Mənim bir səviyyə yuxarıda. Bir səviyyə yuxarıdadır. O 6'da mən 7'yəm. Ondaki o Azərbaycan çox yazmışdı. Xarici dilin, ingilis dilinin aralarında ən çox yazan mənəm. Dostlarımın aralarında ən çox yazan mən idim. Ona görə çox sevinçliyəm. Riyaziyyat 16, Azərbaycan 15. Orada birincisi sürüşdürmə aparmışım bir düşünüm. Xarici dil 10'da 10. Sonra xarici dil 10'da 10. Riyaziyyat 16, Azərbaycan 15. Orada birincisi sürüşdürmə aparmışım. Ona görə bence bir şey nəticədir. Neyse. Belə. 574'ün yaxşı rəsmində. 7-ci yer. 7-ci yer yaxşı. Arada bir dostum sadəcə məndən bir yer çoxal. Birdən dostum var. Ayaqlarım sırat. Ondan eyni balda getmişik. Bəli. Yəni layiq edici. Şərəf qürur duyuyoruz kendimizle biz. Neyse, ben qələm. İkinci əsas məsələ dərsimizə. İkinci qələm göstərəcəm. Ya tapşırığı yəni qələmsiz necə işləyəcəm. Vlog biraz uzun olsun istedim. Çok alakasım uzun olsun istedim. Bazen 2 kısmına koyacağım. Bir de müəllimə təqdimat verir. Böyle koyalım. Ne hakkında? Yarpaq toxumları haqqında məlumat. Gedim mən birinci o məlumatı yazım. Daha sonra əsas fənlərə keçəcəyik. Bəli dostlar, mən məlumatımı yazıb gəldim. Məlumatım orada yarpaq toxumaları haqqındaydı. Onu da deyim. Beləsinə 2 səhifə bir şey yazdım. Buradan bura qədər. Önemli yerler böyle kırmızıladım. Yanımda görünür ya görünmür. Dedim ki məlumatlar yarpaq toxumaları haqqındaydı. Kısaca məlumat demişti. 2 səhifə falan bir şey yazdım. Cəmaət inanmır, şotlayıb gələcək. Təbii ki mən önemli yerler götürdüm. Sadəcə düşündüm. Neyse beğensin. Burada meşhur tapşırıqlar var. Onları da birazdan yazarım. O da ki birazdan. Şimdi həqiqi fənlər, əsas fənlərə keçməliyim. Dedim biologiya bir dənə məlumatı yazmış. Aralarda ən əsas biologiya idi ki, məlumatı yazırdıq. Belə qələmlərimi götürmüşüm. Qırmızını qoyuram.
Burada kırmızının işim bitti. Mavi kalem. Birinci biyoloji işimiz bitti. Burada qaralama var. Qərə deyəcək. Diğer koyup sanırım. Bu göz her de burada. Çok işin var. Bu sınavda yiyeceğim. Geçen mesela kimyanın en axırı saxlaya. Kim üçün zaten tapşırığa yazacağım. Kimin en axırı saxlayacağım. Bu gündəlik olmuşam. Gündəlik niyə qoyacağım sözünü bilmirəm. Burada 3 tane fənin ən axırı saxlayıram. Biyologiya başda getdi, amma tapşırıqlarım qaldı. Üniversitədə qalıb. Bunları yazacağam. Sürü təzə biyologiya. Amma hələ göstərim. Bu qədər fən qalıb. Yəni belə göstər. 3-4 tane falan belə fən qalıb. Bizimizi teyzat yazıb bir dənə. Teyzat düşünürəm ki, asandır deyə düşünürəm. Seçdiyimiz qaydadır, yəni tətbiq etsin, asan da olacaq. Belə. Teyzatı göstərim. Nə edim dostlar? Müəllimə elə ki, bizə deyir ki, məktəbi qaydanı köçürün. Bir deyək. Mən ax kvadratı üstəgəl bx üstəgəl c bərabər yox, c üstəgəl c bərabər 0 tənlik qrupları üstəgəl yazmışam. Amma müəllimə bizə keçdiyi qayda budur. Böyle bir şey. Benim yazdığım ise budur. Ben bir ders kabağı katmışım. Hiç olmaz. İndi oturacağım bunu yazacağım. Aslında benim yazdırdım bize kısaca. Bakın benim içinde kısaca yazdırıp. Neyse bu kalsın sabah hazır. Birinci bize zato yazacağım birinci gün bize. Benim zaten kısaca bize böyle bir şey yazdırdı. Budur. İndi bu kaydı üzerinde bunlar yani tətbiq edeceğim bura. Neçə qədər vermiş, ona qədər vermişdi. Asanlı yazarıq. Neyse ben geldim bunları yazıp geldim. Ben dostlar yine ben geldim. Yazı yazdım. Benim ondan da vermiştim. Bunlar 1, 2, 3, 4 tanesini yazmışım. Bunu 4 tanesini yazdım. Bakayım. Benim var. 1, 2, 3, 4, 5, 6, 7 tane tapışık vermiştim. Neyse 4 tanesini yazmışım. 3 tanesini yazmamışım. Belki birazdan yine yazarım. Ve tam olarak göstereyim. Buradan başlıyor. Bu sayfa. Bu sayfa. Bu sayfaya getirip yazacağım daha sonra. Toplamda 1, 2, 3, 4, 5 sayfa tutsa da bunu çok tutabilir. Yani beləsin. Keçəcəm indi nəyə? Azərbaycan dilini keçəcəm. Dedim ki, bəlkə yayın çıxsaq biləm. Çünki zaten yazacağım birazdan. Belə. Saat deyim. Saat 09:30. Onun yarısı belə deyim. Onun yarısı. Və mən 2 saatdə hələ də nahar yeməyə dərs çalışıram. Yəni fasilə vermişim. Yəni çay, su, yemək heç bir yeməmişim. Deyirəm bəlkə gedim biraz naharımı yeyim. Daha sonra gəlim. Derslerimi devam edeyim. Hatta 2 reysat yazdım. Reysatın 3 tane salta alıp onlara devam ettim. Dedim ki az dinle çektim teresi. Sonradan düşündüm ki yok. Reysatı tam yazdım. En azından çektim Azerbaycan dilini. Hiç olmaz. Saatimi halleder. Neyse ben. Dedim ki onun yarısı bir saat. Burada ayın 1'di. Noyabr'ın 1'di. Yok. Gülüş günü yazıyor. Gülüş günü. Yanında işte böyle. Gözümün altı dəhşət çox şişib, kare yollara oxşur əslində gözüm. Kamerada görünmür, amma gücülə baxanda dəhşət çox karelara oxşur. Və gedim artıq mən yeməğimi yiyeyim. İşte 2 saatdir yemək yemirəm. Dərs çalışıram, alim olacağam. Və gedim soracağım, Rezzat dediyim kimi devam etdim. Dedim gələndə sizə həbs saatı deyəcəm. Yəni video asasında gələndə belə deyim. Ben de sonra yeməğimi yiyip tipime baxmayayım. Dəhşət çox gözüm falan başım şişib. Sonra burada yine çıxıb, vızıldatıb pəsib. Neyse. Şimdi getdim naharımı falan yedim. Onunla bir saat 30 dakika falan ben nahar yedim. 2 tane yumurta yedim ki beni saklasın. Çok saklasın yani. Böyle. Saati deyim. 10-19'du. Yani. Böyle. Dedim ki mindir Rezzat önde. Gel bu gözün gel. Çok hoş renkisi var. Açıyoruz. Kırmızı rengi al bu arada atam. Hem bana kırmızı alır. Oha damarı var bile yani. Benim sana damarları da iyi olur. Kamera aydınlatmış. Neyse cengi geç. Çıkışına. Bu arada hem de göz yemişim. Hem ama gözün şekli bu çölde olurdu. O zaman içinde çıkıyor. Ve içinde çıkarsa varsa da bizim məhəllədə mağazada yok. Mesela kırmızı jölesi var. Çıkışında.
Bayaqdan bunu yemək üçün gözləyirdim ki, səhər tezdən yeməyim az qalır, çünki sonra mərdəm şey olacaq. Qırmızı şey dadlı. Belə. Bunu yediyim üçün bütün rahatlıqla dəstəlaşa bilərəm. Dedim ki, bir reçetə yan çıxarmışdım, 3 dənə tapşırıq almışdım. İndi ondan yazacağım. Rahat bir 5 səhifə tutar deyə düşünürəm. Çünki yəni dəhşət tapşırıq var. Belə. Mənə şans diləyin, siz də kanalıma abunə olmağı, videoma like atın, zəhmət olmasa. İndi gedim riyaziyyatdakı bütün tapşırıqları yazıb gəlirəm. Bəli dostlar, artıq mən həm riyaziyyatı, həm də ki Azərbaycan dilini yazdım. Dedim ki, bir də vaxt etkisi etməyeyim, yəni Azərbaycan dilini yazım. Eləsə videoma başladım. Azərbaycan dilini elə bir ki müəllimə bizə, mən memar olsa idim mövzusunda kiçik bir xarakterli esse yazmağa vermişdim. Və mən də onu öz düşüncələrimlə yazdım. Biraz uzun, orta yazdım. Çünki çox qısa olsaydı mənası olacaqdı, çox uzun olsaydı boş danışacaqdım deyə düşünəcəkdim. Ona görə öz fikirlərimi 2025 ideyasında, eləsinə bir şey, 2025 ideyinin ruhunu əks etdirəm. Yəni nə bilim, ekologiya, sonra inkişaf, yəni inkişaf dövrü, texnologiyadan, hər şeydən mənəci yazmağa çalışdım. Düşünürəm ki, yaxşı bir, yəni gözəl bir məlumat deyə düşünürəm. Zaten birinci gün məktəbdə oxuyacağam. İndi burada indi 6-cı günü saat neçədir? Saat 12-nin yarısıdır hətta. 12-nin yarısı olub. Beləsinə məlumat da yazdım. İndi sizə arxa kameradan göstərəcəyim. Məlumatım buradan başlayır. Mən memar olsaydım, burada da bitir. Çok hoşum görünür. Beləsinə, 2025-ci ilə aid yazdım yəni. Onu əks etdirən bir şey yazdım. Beləsinə. İndi Azərbaycan dilini bağlayıram, keçirəm rus dilinə. Çünki Azərbaycan dilindən dəhşət çox məşğul oldum. Dəhşət çox məşğul olmayan yazdım. Bir dənə qayda verib. Onu da oxuyacağam. Cümlə üzvləri. Bu da bitdi. Burada bitirmişlərimi bura qoyuram. Az yerine riyaziyyat hələ ki bitib. Biologiyanı hələ qalıb. Şimdi de ən axı yazacağam. Gündəlik niyə bura qoymuşam? Heç bir fikrim yoxdur. Belə birinci gün dərslərimi birazdan sumkama yığacağam. Burada dərs çalışma vlog oldu dediyim kimi yəni. Belə. İndi gedib mən rus dilini yazım. Ne vermişdim önüme? Sayfa 36'da 11'i vermiş. Şimdi gideceğim onu yazıp böyle. Dostlar da biyolojiyanı bitirdim. Yazdım ördüğüm tapşırıklar var. Onları da yazdım, bitirdim. Saat indi 1'in yarısıdır artık. Beləncə. İndi bir dənə əlavə test işləyəcəyim. Azərbaycan əlavə testim var. Onu işləyəcəyim. Daha sonra oxumağım bir dənədir. Onu da sabaha saxlayıram. Ya da zaten ona bir gün qalmış oxuyaram deyə düşündüm. Testimin zaten işləyəndə çox əlavə olduğu üçün yəni işləməyə də bilərəm. Artıq videonu sonlandırıram. Ümidəm ki videomu bəyənmisinizdir. Dedim ki bundan sonra hər həftə 6 bazarı çalışacağım ki dərs çalışma vlogu paylaşım. Bəlkə dərs çalışma vlogu başqa bir aktivitədə resim çəkmək falan da edə bilərdik deyə düşünürəm. Dedim ki gələn həftə bəlkə çəkə bilmədim. Dediyim kimi gələn xalam qızın toyu olacaq. Bəlkə gələn həftə çəkə bilmədim. Bəlkə sadəcə belə bir şey isə də başlatmaq istəyirəm. Yəni hər həftənin 6 bazarı dərs çalışma günü eləyəcəm. Zaten 6 bazar dərs çalışmaq üçün istirahət bizlik deyil. Sabahlarda bəlkə gəzməyə getdik, şəhərə falan. Onu da tam dəqiq bilmirəm. Getsək əgər orada da bir vlog çəkəcəyəm. Günlük vlog çəkərəm deyə düşünürəm. Nəysə belə. Ümidəm ki videomu bəyənmisinizdir. Dərs çalışma olub beləsinə idi. Burada 3 saatlik dərs çalışıram. Hələ yəni oxumaqları qatmamış, yazmaqlar 3 saatlik dərslə məşğulam. Saat 7-dən oyağım. İndi də saat 1-in yarısıdır. Düşünürəm ki, yerim biraz başımı qoyum yatım. 14 saat yatmamış kimi. Yatım, daha sonra videonu editləyib paylaşaram. Bu arada bugün 6-cı gündür. Bu günlərdə paylaşmaq istəyirəm. Sabaha falan saxlasam, dedim bəlkə sabah gəzməyə, yəni söhbət falan çıxdıq. Sonra paylaşmağa, biraz düzəltməyə axıtım olmayacaq. Ona görə elə bu günləri düzənləyim. Daha sonra YouTube kanalıma atım deyə düşündüm. Nəysə, beləsinə. Ümid edirəm bu videomu bəyənmisinizdir. Kanalıma abunə olmağı, like atmayı unutmayın. Sağ olun.